Yataq otağında bu iki insanın birlikdə maraqlarını birləşdirən bir məkan olmalıdır. Və bizim ümumiyyətlə ən qlobal problemlərdən biri bilirsiniz nədir? Son dövrlərdə aktualdır. Aktual deyil əslində. Mən sizə bir şey deyim, indi sual verəcəm. Sizin özünüzə aid otağınız var. Yəni qadın otağı var. Qadın makyaj masası da var. Qadın qardirobu da var ki, böyük əksəriyyəti onlar təşkil eləyir. Kişi otağı var. Yox da. Əslində mənim özüm lazımdır. Ay sağ olun. Bax, evə pul gətirən kişi, evi alan kişinin heç bir şey yoxdur o evdə. Yoxdur. Otağı yoxdur. Əvvəllər bu qaraj tipajındaydı. Bir qarajda bir vaxt keçirdə bilirdi, yarada bilirdi. İndi sanitar qovşaqdır. Otağında sanitar qovşaqdır. Hə. Amma düşünsək ki, bunlara da bir yer ayırsaq. Nə gözəl yəni, olar da. Bu qadının işləməsi üçün yer ayırırıq. Makyaj eləməsi üçün yer ayırırıq. Kişiyə niyə bir zona ayırmırıq ki biz?